Qarşında gördüyünüz bu üç kamera sizin action kameralara olan baxışınızı dəyişə bilər. Bəli, Akaso brendi yüksək keyfiyyət hər kəs üçün əlçatan olmalıdır deyərək premium keyfiyyəti münasib qiymətə təklif edir. Komandanın flaqmanı hesab olunan Brave 8 modeli 48 megapiksellik böyük sensorlar rəqiblərinə meydan oxuyur. 4K 60 FPS video, 8K time-lapse və 16 dəfə slow motion xüsusiyyətləri ilə Brave 8 modeli bahalı rəqiblərindən daha üstün performans sərgiləyir. Kameranın ən böyük üstünlüklərindən biri 10 metrə qədər əlavə korpus olmadan suya davamlı olmasıdır. Daha dərin sualtı çəkilişlər etmək istəsəz, xüsusi korpusla bu göstərici 60 metrə qədər artır. Yüksək enerji tutumu ilə kamera 4K rejimdə təxminən 90 dəqiqəyə qədər çəkiliş edə bilir. Daha balanslı kamera axtaranlar üçün isə Akaso Brave 4 modelini təklif edir. Bu kameranın əsas üstünlüklərindən biri sadə, amma funksional ekranıdır. Arxa hissədə 2 düymlük IPS ekran yerləşir və bütün idarəetmə bu ekran və fiziki düymələr vasitəsilə həyata keçirilir. Ön ekran da rəngli görüntüyə malikdir. Kamera 4K formatında video çəkilişi dəstəkləyir və hərəkətli çəkilişlər zamanı yüksək səviyyəli sabitləşdirmə funksiyasına malikdir. Foto rejimində isə 20 megapiksellik görüntü keyfiyyəti, 5 dəfə rəqəmsal zoom və 170 dərəcəyə qədər geniş baxış bucağı ilə diqqət çəkir. Akaso Brave 4 sualtı korpus sayəsində 30-40 metr dərinlikdə də çəkiliş apara bilir. Action çəkilişlərinə yeni başlayanlar üçün isə Akasonun başqa bir maraqlı təklifi var: V50 Elite. 4K 60 FPS görüntü keyfiyyəti sayəsində sürətli hərəkətlərdə belə daha axıcı və detallı nəticə təqdim edir. Foto rejimində isə 20 megapiksellik şəkillərlə yanaşı RAW formatını da dəstəkləyir. Səsli idarəetmə funksiyası ilə siz səs əmri ilə də foto və ya video çəkilişə başlaya bilərsiniz. Hansı modeli seçməyinizdən asılı olmayaraq 4K video çəkilişi, yüksək keyfiyyətli foto imkanları, görüntü sabitləşdirmə texnologiyaları, eləcə də zəngin aksesuar komplekti və münasib qiyməti ilə Akasonun action kameraları ən uğurlu seçim ola bilər.